Hadi Hayri Hanım. Şimdi düşün bakalım ne pişireceğim diye. Ha, kuşbaşım varmış. Salam əziz YouTube sevənlər, yemək sevənlər. Mən bu günləri burada o gündən bazarlığını göstərdiyim uç dolmanı bişirirəm. Burada ətin qiyməni düzəldirəm. Yəni dırnağım olmadığına görə rahat sərbəst iş görə bilərəm. Nəysə mənim xoşuma gəlmir dırnaqlı, yəni yemək bişiririm. Niyə görəsə bilmirəm. İndi bəlkə çoxunun xoşu gəlir dırnaqları olan yemək bişirsin. Mən şəxsən xoşlamıram, yəni öz adımdan deyirəm. Yəni heç kimin də acığına gəlməsin olur. Dırnaq saxlayanların acığına gəlməsi bu şəxsi fikrimdir. Nəysə, indi keçirəm. Bu qiyməni qoyuram pişməyə. Üstünə az bir su əlavə edirəm, qaynamış su və az lamxodda qoyuram pişməyə. Onun hər bir şey var içində. Yəni soğanı, istiyordu, duyuyordu, hamısı var. İndi isə pomidorları seçmişəm. Seçmə pomidor almışam. Mən bunları bazardan almışam. Çox da qəşəngdir, yəni. Və biberləri bu sefer badımcan olmadığına göre biberlə pomidor elədim. Və indi görə biberləri qoyuram pişməyə. Yəni qızardıram, siz nə tər pişirirsiniz. Yəni yuyub, içini təmizləyib, suyunu süzüb qoyuram qızarsın. Biraz qızardıram ki, çox qızaranda yumuşaq olur da, yəni tez pişir. Siz necə pişirirsiniz xanımlar? Yəni yaza bilərsiniz. Şərhlərdə sizi gözləyirəm, yaza bilərsiniz mənə. Burada ise reyhan katmışam. Masasına göre reyhan. Burada ise artık biberleri pişirmişim ve pomidorların içine uzmuşam. Pomidorların suyunu ve etin üstüne əlavə eləmişəm ki, tatlı olur. Ve pomidorların içini duzlamışam. Burada ise biraz çətin olduğunu görə, yəni bəlkə elə bilərsiniz ki, səliqəsiz iş görürəm, yoxsa ki, mənim mətbəxim çox balaca olduğuna görə. Buna görə narahat biraz iş görmək olur. Mən yəni kameranı yuxarı hissəyə qoyub çəkirəm ki, elə olur ki, bunları nəyə görə çəkirəm? Çox adamlar deyir ki, yeməyə lazımdır, yeməkləri pişirib çəkmək, yəni göz haqqımızı halal edeyim birinci növbədə. İkinci növbədə elədir ki, yeni ailə quranlar var ki, məsələn, pişirə bilmirlər belə yeməkləri. Olur da xanımlarımız bilmir çoxsa, yəni YouTube'da girib baxa bilərlər ki, mən məsələn belə pişirirəm də, mən belə bilirəm. Mən çox vaxt qazın üstündə yox, peçədə pişirirəm, yəni bunları yığıb, peçəlisinə yığıb, yəni qoyuram pişməyə. İndiki yer olmadığına görə, narahatsızlıq olduğuna görə, ona görə mən də istəyərdim ki, yəni mətbəxim geniş olsun, rahat, yəni istifadə edə bilim mətbəximdən, qətiyyən istifadə edə bilmirəm. Hətta yəni çəkib qoya bilmirəm ki, mətbəxim bir dəfə inşallah ki, imkan olsa, abunəçim çox olsa, inşallah YouTube'da baxış sayım çox olsa, mətbəximi düzənli şəkildə çəkib göstərəcəm sizə ki, nə boydadır. Yəni ki, bir nəfər, biz orada yəni yerləşirik bir nəfər, amma ki, o qalır ki, yəni tərpənmək olmur, fırlanmaq olmur mətbəxin içində. Yəni də min bərəkət, elə adam var ki, kiraya qalır, yəni evi olmayan adamlar da var. Düz öz evimizdir, amma ki, yenə də narahatçılıqdır. Adam istəyir ki, genişlik olsun. Neysə, çox danışdım. Burada pomidorları, yəni əti doldururum. Pomidorların içində biberlər artıq hazırdır. Dediyimə görə, bayaq da dedim ki, badımcan olmadığına görə pomidor biber elədim və hətta uşaqların belə xoşu gəlir. Neysə, bu səfər üç bacımızın bir bacısı gəlmədi. Yəni ata evinə gəlmədi. Ona görə iki bacı gəlib, qonaq gəlib. Bir bacını imkan vermədilər, gəlsin qonaq belə. Hamıya nuş olsun. Kimlərinsə evində belə yeməklər pişirsə, hər gün yeməklər pişir. Hamının rüzsünü Allah yetirsin, Allah bol eləsin. Heç kim, yəni heç kimin evində gözü qalmasın. Amin inşallah. Sabahki Qurban bayramınız da mübarək olsun. Allah kəsdiyimiz qurbanları qəbul eləsin. İnşallah. Yəni kimin də imkanı yoxdur, qurban kəsə bilmir. İnşallah ki, Allah gələnləri qismət eləsin, onlara da qurban kəssinlər. Amin inşallah. Yəni burada danışmaq artıq bir söz olmadığına görə danışmadım. Uşaq oğlumun səsi düşdü burada. Allah hamı balalarını qorusun, saxlasın. Bizimkilər də onların içində inşallah.
şərhlərdəki sözlərinizi, gözəl sözlərinizi gözləyirəm, amma xahiş edirəm, çox xahiş edirəm ki, yəni etikadan kənar çıxmayın. Yəni gözəl sözlər yazmaq sizə yazın. Yəni pis sözlər yazmağa, yəni mən deyərdim ki, yazmasaq daha yaxşı olar. Ürəyinizdə yəni nəsə varsa, nəsə qalıbsa, nəsə demək istəyirsinizsə, elə saxlayın, ürəyinizdə qalsın. Çünki yəni düz mən də hirslənirəm. Nəsə belə xoşuma gəlməyən adam əlinə. Amma istəmirəm yazım kiməsə nəsə pis sözlər. Çünki insanın xətrinə dəyir, istərsəniz adam pis olur. Belə. Burada isə artıq yeməyim hazırdır. Necə hazır? Yəni qoyuram bişməyə. Yağ əlavə etdim. Van potda biraz da su əlavə. Çok güzel olmuş. Eline sağlık.